Bismillahirrahmanirrahim. Sizin üçün İslamın siyasətdən ayrı olmadığını, onun yalnız ibadi, əxlaqi və fərdi mövzulara aid olmadığını sübut edən 10 Quran ayəsi nümunə gətirəcəyik. Qurani Kərimin ən böyük ayəsi borc məsələsi ilə bağlıdır. Bu, Bəqərə surəsinin 282-ci ayəsidir. Həmçinin 283-cü ayəyə də nəzər salsaz görərsiniz. Bu ayə bizə bir kəsə borc verərkən nələrə fikir verməli olduğumuzu açıqlayır. Bəqərə surəsinin 230, 240 və Əhzab surəsinin 49-cu ayələrində nikah və təlaqdan danışılır. Onların hökmü bəyan olunur. Nisa surəsinin 20, 23 və 35-ci ayələrində, həmçinin Bəqərə surəsinin 222-ci ayəsində mehriyə, kiminlə ailə qurulmalı, ailə daxilində ixtilafların həlli ilə bağlı hökmlər verilir. İctimai məsələlərdən biri də irs məsələsidir. Nisa surəsinin 11-ci ayəsində irs haqqında göstərişlər açıq-aydın qeyd olunub. Sekularizm nəzəriyyəsinə əsaslanaraq dinin siyasətdən ayrı olduğunu deyənlərə bir sualımız var. Müqəddəs Qurani Kərimdə bu cür ictimai ayələr nə üçün nazil olub? Ramazandan Ramazana onları gözəl avazla qiraət edək deyə, yoxsa oxuyub, düşünüb əməl edək deyə?